Salam dostlar, kanal Daniye Riviyata. Yeni videoda xoş gördük. Görüşməyəni nələr elədik? Teatra getmişdim. Bu barədə sonra danışarıq. Əvvəlcə sizə Haçinin qulağından danışım. Bizim Haçi qulağını patisi ilə qaşıyıb qanadmışdı. Biz də əlbəttə ki, narahat olduq, apardıq onu baytarlıq institutuna. Orada qulağından analiz götürdülər, laboratoriyada yoxladılar. Dedilər ki, ciddi bir şey yoxdur. Qulağına su gedib. O da patisi ilə qaşıyıb qulağını yara eləyib. Veterinar həkim qulağını təmizlədi, dərman tökdü, çıxıb gəldik. Dostlar, getdiyim tamaşa Anna Karenina idi. Məndə kitabı var. Bu kitabı karantin günlərində sifariş edib oxumuşdum. Keçən həftələrdə Heydər Əliyev sarayında tamaşaya qoyulmuşdu. Baş rollarda Firdovsi Atakişiyev, Aksan Rəsulova çıxış eləyirdi. Mənim üçün də çox maraqlı idi. Gedib tamaşanı mən də izlədim. Kitabı oxuyanlar bilir, oxumayanlar üçün biraz məlumat verim. Amma final haqqında spoiler verməyim. Bəlkə kitabı alıb oxumaq istəyənlər var, onlar üçün marağı qaçmasın. Bu əsər Lev Tolstoy tərəfindən yazılıb, 1873-1877-ci illərdə roman nəşr olunub. Əsərin baş qəhrəmanı Anna Kareninanın prototipi Puşkinin qızı Mariya Qartunk hesab edilir. Əsər 1870-ci illərdə Rusiya cəmiyyətinin yüksək təbəqəsinə mənsub olan iki insanın eşqindən bəhs edir. Anna Karenina hissləri dolaşıq düşmüş, həyatın dolanbac yollarında azıb qalmış bir qadındır. Onun hər şeyi var. Həyat yoldaşı, evi, oğlu, sərvəti. Lakin Anna heç nəyə baxmayaraq bunların hamısından imtina eləmək istəyir. O özünü eşqin girdabına atır. Bu videoluq da bu qədər. Hələlik dostlar.